Deməli müəllimlər, qərarlar ağacı. Qərarlar ağacı adından da məlumdur da. Burada hər hansısa bir qərar verilməlidir, düzdürmü? Hansı qərarlar ağacının ümumi bir izahını verək. Deyir, problem həll etmə zamanı şagirdlərdən tələb olunan bacarıqlardan biri də qərar qəbul edilməsidir. Verilmiş üsullara bu bacarığı onlarda inkişaf etdirmək olar. Qərar qəbul etmək bacarığı şagird üçün ən vacib bacarıqlardan biridir. Ümumiyyətcə 21-ci əsrdə ən vacib bacarıqlardan biri şagirdin özünün qərar verə bilmək bacarığıdır. Bildiyimiz kimi kurikulumda bir neçə yerdə şagirdlərin özlərinin qərar verə bilmək xüsusiyyətini, bacarıqlarını formalaşdırmaq üçün bir neçə üsullardan, metodlardan istifadə edirik, düzdürmü? Ki şagird özü qərar verə bilsin. Üsul tətbiq edilərkən şagird problemin həlli üçün yollar təklif edilməsi tapşırılır. Təklif olunan hər yolun müsbət mənfi tərəfləri təhlil edilir, ən səmərəli yol seçilir. Burada beyin həmləsi və müzakirə texnikalarından istifadə olunur. Deməli, müəllimlər, bu necə olur? Bir problem müəyyənləşdirilir, hər hansısa bir problem qoyur müəllim. Sonra şagirdlərə beyin həmləsi ilə həmin problemin həlli yolları istənilir şagirdlərdən. Elə bil hamısı da qeyd olunur. Şagirdlər həmin problemin müxtəlif həll yollarını irəli sürəcəklər. Hamı öz fikrini dedi, həll yollarını dedi. Sonra həll yollarının müsbət mənfi tərəflərini müəyyənləşdirəcəklər. Müsbət mənfi tərəflərini. Yəni onların arasında hansı məsələn həll yolu verilib, tutaq ki bir 10 dənə həll yolu verilib, onların arasında müsbət mənfi xüsusiyyətlər, həmin müsbət mənfi xüsusiyyətlərdən də seçilir 3 həll yolu saxlanılır. 3 həll yolu artıq yəni ən optimal həll yollarıdır. Onlar saxlanılır. Sonra o üçündən də yenidən müzakirələrlə, yenidən müsbət mənfi xüsusiyyətlərlə daha da mükəmməli seçilir və sonda bir həll yolu tapılır və həmin həll yolu da qiymətləndirilir, fikirlər əsaslandırılır, həmin problemin həlli üçün o həll yolu seçilmiş olur. Deməli, ardıcıllıq necə gedir? Ekran paylaşmışam, düzdür. Problem müəyyənləşdirilir. Bir dənə problem müəyyənləşdirilir, problem bütün sinifə bildirilir, düzdür. Sonra beyin həmləsi ilə mümkün həll yolları, ideyalar müəyyənləşdirilir. Yəni, hər kəs öz fikrini bildirir. Daha sonra üçüncü hissədə həll yollarının müsbət mənfi tərəfləri müzakirə olunur və seçim daralaraq 3 həll yolu saxlanılır. Yəni, seçdiyimiz dediyimiz o fikirlərin içərisində müsbət xüsusiyyətləri, mənfi xüsusiyyətləri, yəni ki, bunun mənfiləri daha çoxdur, qeyd olunur orada, bunun müsbətləri daha çoxdur. Müsbətləri çox olan həll yolları seçilir içərisindən 3 dənəsi. Seçilir və o 3 həll yollarının da içərisindən yenidən bir həll yolu seçilib qalınır. Yəni, o 3 həll yolu içərisindən də ən səmərəlisi seçilir. Və axırda da qərarımız qiymətləndirilir. Ümumi verdiyimiz qərara bir qiymət veririk, fikrimizi əsaslandırırıq və həmin qərarı qəbul edirik. Gördünüzmü? Nə etdik? Qərar qəbul etdik. Fikirlər irəli sürdük və sonda o fikirlərimizin arasından seçim etdik. Gündəlik həyatımızda da bax, hər hansısa bir problem olur. Problem üçün müxtəlif variantlar fikirləşirik. Sonra o 3 variant seçir, deyirik 3 variantın var. Ən optimal 3 variantın var. İndi seç bu üçündən birini. Sənin üçün də ən uyğun olanı seçəcəksən sonda. Çünki 3 həll yolunun içində eləmək olmur ki, düzdür? Sonda yenə də bir həll yolu. Bax, bu qərarlar ağacı ilə, bu üsulla şagirdlərdə müxtəlif bacarıqlar formalaşdıracaq. Hansı bacarıqlar? Təbii ki, birinci qərar vermək bacarığı. Sonra çətin vəziyyətlərdə qərar qəbul etmək üçün problemlərin bir neçə həlli yolunu tapmaq. Biraz sakit. Qərarlar qəbul edilərkən səbəbləri təhlil etmək, əsaslandırmaq. Yəni, qərar qəbul edildi. Artıq qərarlar, 3 qərar qəbul edildi. Səbəblər təhlil edirsən ki, bunda hansı müsbət xüsusiyyətlər var, hansı mənfi xüsusiyyətlər var. Sonra fikrini əsaslandırırsan və sonunda qərarın tam şəkildə müəyyənləşdirilir. Ümumiləşdirmək. Necə ümumiləşdirəcəyik? Yəni, onlar müsbət mənfi xüsusiyyətlər seçilir, hansına daha çox önəm veririk, ümumi fikirlərimizi ümumiləşdiririk, nəticə çıxarırıq verdiyimiz qərarlardan, dəyərləndiririk. Dəyərləndirmə nə idi? Hansının daha çox müsbət xüsusiyyətləri, hansının daha çox bir növ təhlildir. Tənqidi məntiqi təfəkkürün inkişafı, əməkdaşlıq, çünki qərarlar birgə verilir, düzdürmü? Hamı qərar verir və sonda verilən qərarların içərisindən ən səmərəli qərar çıxarılır və komanda işinə hörmət müəyyənləşdirilir. Deməli, nə oldu müəllimlər burada? Qərar qəbul etmə.
Qərarlar ağacı daha doğrusu. Baxın, problem, səmərəli həll yolu. Baxın, 3 səmərəli, 3 həll yoludur. Müsbət, mənfi. Görürsünüz, bunda 3 müsbətdir, bunda 3 müsbətdir, 1 mənfidir, 2 mənfidir, bunda 5 mənfidir. Deməli, bu həll yolu seçilməyəcək. Bunda 3 müsbətdir, amma 2 mənfi yəni həll yolu da mənfisi var. 2 dənə mənfisi var. Ən az mənfisi olan və ən çox müsbət xüsusiyyətləri olan həll yolu ən səmərəli həll yolu olaraq seçildi. Nə oldu bunun adı? Qərarlar ağacı. Qərarlar ağacı Dinara müəllimə hansı bacarıqları formalaşdırdı? Şagirdlərdə qərar vermək. Sonra oxuyun, bir-bir yadınızda qalsın. Dinara müəllimə yoxsuz burada? Müəllimə, buradayam. İnternet gedir, gəlir. Nə dediniz müəllimə? Baxın, qərarlar ağacında hansı bacarıqlar formalaşır? Bir-bir sayın. Çətin oxuyum üzündən müəllimə. Oxuyun, özünüz ağlınızda olanları da deyin, yadınızda qalanı da deyin. Lövhə də qarşınızdadır, hansı yadınızdan çıxır oxuyun. Nəticə çıxarmaq var, tənqidi təfəkkürün inkişafı var, dəyərləndirmə var, əməkdaşlıq var. Çünki əməkdaşlıq nədir? Onlar fikir problemi həll edərkən bir-birlərinin fikrindən də, yəni istifadə edə bilirlər. Ümumiləşdirmək var, məntiqi təfəkkür var. Təhlil etmək, əsaslandırmaq, dəyərləndirmək, təhlil etmək, düzdürmü? Müsbət mənfi tərəfləri. Çətin vəziyyətlərdə qərar qəbul etmək üçün problemlərin bir neçə həll yolunu tapmaq. Elə idrak taksonomiyasını təhlil etmə mərhələsində nə dedik? Dedik ki, təhlil etmə mərhələsi o idi ki, ən səmərəlisini seçmək, düzdür? Burada özümüz üçün ən səmərəsini dəyərləndirmək idi, ümumi ən səmərəli yol təhlil etmək idi. Bax, burada da elə hamısı inkişaf edir. Təhlil etmək, dəyərləndirmək, məntiqi, tənqidi təfəkkür, inkişaf. Bəli. Sonra müəllimlər sinektika. Qərarlar ağacından yekunlaşdıq. Keçirik sinektika. Baxın, deyir, qədim Yunan dilində müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Bax, bu, deməli, müxtəlif cinsli elementlərin birləşməsi sözünü gördünüz, hardadır? Sinektikadadır. Sinektika metod olaraq sosial psixoloji motivasiyaya əsaslanmış kollektiv intellektual fəaliyyətin nəticəsinə tənqidi, yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir, stimullaşdırır. Bax, bu sözləri qeyd edin. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir, stimullaşdırır. Müzakirə texnikasından istifadə edilir. Nə texnikasından? Müzakirə texnikasından. Sabah müzakirə texnikasına aid üsullar seçiləndə bunu da yazın. Müzakirə texnikası, sinektika. Məsələ necədir burada? Bir problem olur, problem verilir. Həmin problem elə bir qruplara ayrılırlar. Bir qrup problemi olan tərəfdir, digər qrup problemi həll edən tərəfdir. Bir qrup problemi sunur, türklər demiş. İkinci qrup isə o problemin həlli yollarını, variantlarını deyir. Və onlar da o problemin özünə, elə bil, o problemin hansı daha uyğundur həlli yolları. Onlar arasında elə bir seçim eləyir də həll yolları arasında. Bax, bu sinektikadır. Deməli, bir tərəf problemi verir, yəni problem, hər hansısa bir problemi öz problemini tutaq ki, deyir, digər tərəf o problemi həll etməyə çalışır. Yəni, o problemin həll yollarını, variantlarını deyir. Gəlin, baxaq, bir mövzu ətrafında müzakirə təşkil edilir, onun həll yolları, kreativ yollar tapılması təklif edilir. Problemin həll yolları müzakirə olunur. Müsbət və mənfi tərəfləri müəyyənləşdirilir. Məsələn, bir qrup problemi irəli sürən tərəf, digər isə o problemin həlli yollarını təklif edən tərəf kimi çıxış edir. Müzakirəni idarə edən şəxs hər iki tərəfin fikirlərini ifadə etməyə şərait yaradır. Deməli, fikirlər burada hərə öz fikrini deyə biləcək, fikirlər dinləniləcək. Problemin həll yolları təklif edən tərəfin variantları müzakirə olunur. Problemi olan tərəf bu yolların hansının həllində maraqlı olduğunu ifadə edir və fikrinə əsaslanır ki, mən istəyərdim ki, bu məsələnin həlli bu tipli olsun və s. Cümlələrindən fikrini ifadə edir. Beləliklə də hər iki tərəf ümumi qərara gəlir. Baxın, problemi
bir tərəf problem verdi, digər tərəf problemin həlli üçün variantlar dedi. Və sonda o da həmin variantların içərisindən özünə maraqlı olanı dəyərləndirdi. Deməli, hansı bacarıqlar formalaşacaq? Təbii ki, problem həll etmə, problemin həllinə yaradıcı yanaşma. Çünki hər hansısa bir problem olanda, onu yeni yollar tapanda, səmərəli yollar, optimal yollar tapanda bu problemin yaradıcı həllidir. Fikrin interpretasiya olunması, yəni fikir anlaşılır, fikir aydınlaşdırılır. Başqasının fikrinə hörmət. Axı burada bir tərəf fikri deyir, digər tərəf onu dinləməlidir. Əsaslandırma bacarığı, o fikri, o problemin həllinə dediyin variantı əsaslandırmalısan. Əsaslandırmaq üçün tənqidi məntiqi təfəkkürün inkişaf edir. Yeni optimal həll yolları olduğuna görə yaradıcı təfəkkürün inkişaf edir. Assosiasiyaların yaradılması və dinləmə mədəniyyəti. Yəni bir-birlərinə müzakirələr təşkil olunur da bir növ. Biri variantı deyir, o da həmin variantın içindən seçimlər öz fikrini də bildirir, öz maraqlı olduğu fikri də bildirir və dinləmə mədəniyyəti də formalaşır. Deməli, bu nə oldu? Sinektika. Sinektika. Deməli, Nigar müəllimə, sinektikada necə baş tutdu? Necə baş tutur sinektika? Problem necə həll olunur? Nigar müəllimə. Əvvəlcə qruplar, bir qrup daha doğrusu problemi irəli sürür, digər qrupda ona həll yolları deyir. Bəli, həll yolları variantlar deyir. Hansı bacarıqlar formalaşır? Hansı bacarıqlar? Məsələnin həllinə yaradıcı yanaşma, problemin optimal həll yollarının seçilməsi, sonra fikrin interpretasiya olunması, başqasının fikrinə hörmət, əsaslandırma bacarığı, tənqidi və məntiqi təfəkkürün inkişafı, həm yaradıcı təfəkkürün inkişafı, assosiasiyaların yaradılması, dinləmə mədəniyyəti. Ay, sağ ol. Yəni, bunları formalaşdı. Bəli. Sonra bu da oldu nə? Sinektika. Nə olardı əgər? Yəni proqnozlaşdırma. Biz əvvəl əslində proqnozlaşdırmanı keçmişik, düzdürmü? Bu da onun bir oxşarıdır. Nə olardı əgər? Bu da cütlərlə aparılır. Şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirir. Çünki nə olardığını demək, proqnoz vermək əlbəttə ki, yaradıcı təfəkkürdür. Necə tətbiq edilir? Müəllim şagirdlərə müxtəlif situasiyalar təqdim edir. Günəş yox olsa nə olar? Yəni elə bil proqnozlaşdırmada bir əsər idi, sonunu proqnozlaşdırdıq, düzdürmü? Burada da proqnozlaşdırma var. Amma günəş yox olsa nə olardı, onu proqnozlaşdırır. Məsələn, hadisənin davamını söylə. Burada nə olacaq? Təbii ki, yaradıcı təfəkkür. Çünki o olmayanda artıq o beynində olmayan bir şey haqqında fikir yürüdəcək. Nə olacaq bu? Yaradıcı təfəkkür. Düzdürmü? Əgər belə davam edərsə, hadisə necə tamamlanar? Tipli suallara, yəni bu suallar tapşırıq kimi verilir. Məsələn, deyirəm ki, qarşıma çıxmışdı, qadınlar olmasaydı nə olardı? Belə bir sual. Görün, indi insan fikirləşir, necə olardı, insanların həyatı necə olardı? Məsələn, su olmasaydı necə olardı? Yəni, insanlar, uşaqlar daha doğrusu, şagirdlərimiz bu haqda fikirlər irəli sürməlidir. Məsələn, multfilmlərdə görürsünüz, hər hansısa bir komponenti həyatdan çıxardırlar. Arılar. Məsələn, arılar olmasaydı nə olardı? Çiçəklərin tozlanması olmazdı. Düzdürmü? Yəni, bitkilərin tozlanmasını bilirik ki, arılar, həşəratlar vasitəsilə ən çox da bu işdə arılar. Orada arıların məhvinin dünya üçün necə bir təsirini göstərirdi cizgi filmdə. Bunlar hamısı bu təfəkkürü, yaradıcı təfəkkürü inkişaf etdirmək üçündür. Yəni, biz də bu üsulları sinifdə şagirdlərimiz arasında keçirməliyik. Deməli, nə olardı əgər proqnozlaşdırma hansı təfəkkürü inkişaf etdirir Dilarə müəllimə? Yaradıcı. Necə? Nə olardı əgər proqnozlaşdırma hansı təfəkkürü inkişaf edir? Yaradıcı təfəkkürü. Yaradıcı təfəkkürü və cütlərlə aparılır. Deməli, bu da bir proqnozlaşdırma bir növüdür. Ancaq burada necə, yəni hansısa bir komponenti çıxardırıq, həyatda nəsə bir situasiya deyirik, həmin situasiyanı şagird yaradıcı təfəkküründən fikirləşir. Müəllimlər, Freyer modeli bax belə bir modeldir. Burada hər hansısa bir söz verilir, o sözün
şagird burada tərifi, məsələn yazılır izahı və tərifi. Tərifini yazmalıdır, izahını yazmalıdır. Ona aid olan bir xüsusiyyət yazmalıdır. Ona aid olmayan bir xüsusiyyət yazılmalıdır. Bax, xarakterik deyil, xarakterikdir. Yəni ona aid xüsusiyyətlər, ona aid olmayan bir xüsusiyyətlər və ona aid olan bir nümunə. Bax, Fryer modelində bu cür tətbiq olunur. Nə yazılır? Ortaya bir söz yazılır. Həmin sözü açmalıdır. Birinci onun izahını verməlidir. Məsələn, burada ədat. Sözlərin, cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Məsələn, xarakterikdir. Ədatlar mənaca müxtəlif növləri var. Qüvvətlendirici, dəqiqləşdirici. Görürsünüz, bu ədata aiddir. Xarakterik deyil, ayrılıqda leksik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü olmur və ona aid də bir nümunə. Ancaq sən ona kömək edə bilərsən. Burada ancağı ədat kimi götürüb. Bax, bu da nə olur? Fryer modeli. Gəlin Fryer modelinin izahına baxaq. Fryer modeli söz analizi aparmaq və söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Bu, dördbucaqlı model şagirdlərə bir sözü və ya konsepsiyanı, onun tərifini verməklə, vacib xüsusiyyətlərini sadalamaqla, nümunələr göstərməklə və qeyri-nümunələr göstərməklə müəyyənləşdirmək imkanı verir. Gördünüzmü? Nümunə göstərdi burada. Ona aid olan bir xüsusiyyət, aid olmayan bir xüsusiyyət və izahını verdi. Sonra bu model vasitəsilə şagirdlər müəyyən bir konsepsiyanı anladıqlarına əmin olur. Həmin konsepsiyanı digər konsepsiyalardan fərqləndirə bilirlər. Çünki aid olmayan xüsusiyyətlərini deyə bilirlər. Yəni digərlərində var, bunda yoxdur. Şagirdlər nəsnənin tərif və xüsusiyyətlərini təhlil etməklə onu nümunə və qeyri-nümunələrdə tətbiq etməlidirlər. Necə keçirilir dedik. Şagirdlərə Fryer iş vərəqi izah edildikdən sonra müəllim oxu materialından seçdiyi sözü ortaya yazır, siyahını onlara təqdim edir və şagirdlər bu sözləri gözdən keçirir. Daha sonra şagirdlər və şagird cütlərinə bu sözlərdən biri seçilib verilir. Onlar bu sözü, yəni şagirdlərə də verilə bilər, görürsünüzmü, şagird cütlərinə, yəni cütlərlə də təşkil oluna bilər. Oxu mətni tərkibindən yeni gözdən keçirilən və həmin sözü iş vərəqində kateqoriyalara uyğun təyin etməyə başlayırlar. Yəni söz verildi, hansı kateqoriyaya uyğundur, xarakterik xüsusiyyətlərdir, hansına aiddir, onları müəyyənləşdirir. Deməli, şagirdlərdə hansı bacarıq? Təhlil etmə, məntiqi təfəkkür dedik axı tək və cütlərlə ola bilər. Ona görə əməkdaşlıq cütlərlə olduqda, yəni tək-tək də şagirdlərə verə bilərik, bu işi cütlərlə də verə bilərik. Əvvəlki biliklərlə yeni biliklərini əlaqələndirmək, yəni bildiklərini yazacaq, yeni biliklər əlavə olunacaq bura. Bu bacarıqları formalaşdırır. Deməli, Cəmali müəllimə, Bəli. Fryer modeli, buna görürsünüz dördlü modeldir, düzdürmü? 4 dənə xüsusiyyət verilir. Fryer modeli necə aparılır? İzahı necədir? Cütlər şəklində də, tək şəkildə də aparıla bilər. Hər hansı bir sözü verir müəllim şagirdlərə və ya konsepsiyanı. Dörd bucaqlı model olur. Tərifi, həmin söz ortada yazılır. Bir tərəfində həmin sözün izahı, tərifi, digər tərəfdə həmin söz haqqında nümunə, üçüncü həmin sözə aid olan xüsusiyyətlər, dördüncüdə həmin sözə aid olmayan xüsusiyyətlər. Bunlar qeyd olunur. Hansı bacarıqlar formalaşdı? Təhlil etmə, məntiqi təfəkkür, cütlərlə olanda əməkdaşlıq, bir də əvvəlki biliklə yeni biliyin əlaqələndirilməsi. Bəli, bu da oldu Fryer modeli. Sonra, bax, Fryer dördlü modeldir, Sinkveyn beşlik deməkdir. Bunları da belə yadınızda saxlaya bilərsiniz. Beşlik. Sinkveyn necə aparılır? Beşlik deməkdir. Bir dəqiqə mən. Dərsdəyəm, ona zəng eləmə. Dəqiqə mənlər. Deməli, Sinkveyn nə deməkdir? Beşlik. Bu necə aparılır? Hər hansı bir mətnin sonunda mətnin ideyası, əsas fikir bir neçə sözlə qısa, lakonik şəkildə ifadə etmək tapşırılır. Necə? Qısa və lakonik şəkildə. Əvvəlcə mətnin mövzusu ilə bağlı bir isim, sonra həmin ismi təyin edən 2 sifət, daha sonra söylənmiş ismə uyğun 3 feil, növbəti mərhələdə həmin ideyanın 4 sözdən ibarət birləşmə və ifadə etmək və nəhayət ən sonda mətnin əsas fikrini yenidən bir isimlə qeyd etmək tapşırılır. Baxın,
Sinkveyn beşlikdir, düzdürmü? Əvvəlcə mətnin, məsələn bir mətn verilir. Mətinlə bağlı, mətnə uyğun bir isim deyilir. Sonra həmin ismi təyin edən iki sifət. Elə bir tutaq ki, Məlik Məmməd, düzdürmü? Məlik Məmmədin, məsələn, mətn verilib Məlik Məmməd mətnində. Orada onun adı çəkilir. Məsələn, bir isim. Tutaq ki, Məlik Məmməd. İndi iki sifət. Onun xüsusiyyətləridir də. Ona aid cəsur, qorxmaz, məsələn, iki sifət deyəcəyik. Sonra söylənmiş ismə uyğun üç feil, mətnin ideyasına uyğun 4 sözdən ibarət söz birləşməsi və yaxud da cümlə ümumi mətnin ideyasını əhatə edən 4 cümlə və yaxud da 4 yəni söz birləşməsi, hər hansısa bir 4 dənə söz birləşməsi deyə bilərik, 4 dənə cümlə deyə bilərik. Daha çox cümlə yadınızda saxlayın. Mətnin ideyasına uyğun 4 cümlə. Sonda mətnin əsas fikrini bir isimlə yenidən qeyd etmək. Nə oldu? Yenə mətni bir sözlə, sonda bir isimlə lakonik şəkildə fikrimizi ifadə etdik. Bu nə oldu? Sinkveyn. Baxın, sinkveynə bir isim, iki sifət, yəni həmin ismə aid olan, üç feil, həmin ismə aid olan, 4 sözdən ibarət söz birləşməsi və yaxud da cümlə və sonda yenə bir isim. Aydındır müəllimlər. Bu da oldu nə? Sinkveyn beşlik. Şagirddə formalaşdıra bilən bacarıqlar, ümumiləşdirmə, fikrin lakonik və dəqiq ifadəsi, nəticə çıxartma, oxuyub anlama. Deməli, oxuyub anlayacaq. Oxuyub anlayandan sonra mətnin mövzusuna aid bir isim fikirləşəcək. Ona aid iki sifət, üç feil, 4 cümlə və sonda yenə bir fikir. Ümumiləşdirmə, çünki sonda lakonik şəkildə ifadə edəcək, ümumiləşdirəcək. Fikrin lakonik və dəqiq ifadəsi. Bu da nə oldu? Sinkveyn. Sinkveyn deməli. Ruqiyyə müəllimə, sinkveyn necə aparılır? Tətbiqi necə olur? Bir demək az fikrinə böyük bir şeyi ifadə etmək. Necə aparılır? Yəni fikrin lakonik ifadəsi. Bunu başa düşdük. Necə aparılır? Mətnə aid. Birinci hər hansı bir mətnə aid isim götürülür, sonra sifət götürülür. Həmin sonra ismə aid feil, olan iki sifət, sonra həmin ismə aid olan üç feil, 3 feil və nəhayət 4 sözdən ibarət söz birləşməsi və ya cümlə. mətnin ideyasına uyğun. Aha. Mətn sonuncu da yenə də bir isim. Yenə də Bir isim götürülür. Aysa, sonda mətnin isim əsas fikri olan bir isim qeyd olunur. Bir isim götürülür. Az fikirlə böyük bir şeyi ifadə edir. Aha. Bir sözlə əsas fikri ifadə edir. Bəli. Buna deyirlər müəllimə beşlik. Sinkveyn. Bəli, beşlik və yaxud da sinkveyn. Növbəti müəllimlər, anlayışın çıxarılması. Yəqin ki, bu anlayışın çıxarılması, məsələn, klasteri biz görmüşük, düzdürmü testlərimizdə klasteri və anlayışın çıxarılması. Bunlar bir-birinin əksidir də. Yəni, anlayışın çıxarılması, müəyyən sözlər verilir, sonda bir anlayış çıxarılır. Klasterdə isə bir söz verilir və o şaxələndirilir. Gəlin baxaq. Anlayışın çıxarılması necə aparılır? Şagirdlərdə bilikləri arasında nə dərəcədə düzgün əlaqə yarada bildiklərinə və bəzən keçirilənlərin anlama dərəcəsini yoxlamaq üçün istifadə olunur. Məsələn, çiyələk, qarpız, moruq, böyürtkən. Bunlar nədir? Bunlar hamısı bir yerdə, yəni hamısı haqqında məlumatın varsa, sonda biləcəksən ki, bu nədir? Bu meyvədir. Özü gilə meyvədir də, səhv eləmirəmsə. Yəni bunu, bu anlayışı şagirdlər. Məsələn, isim, sifət, feil, zərf, ədat, ortanı boş qoyur. Nədir bunlar? Bunlar haqqında ümumi bir fikir. Bəli, əsas nitq hissəsi. Bax, bu anlayışın çıxarılmasıdır. Hansı bacarıqlar formalaşır? Ümumiləşdirmə, qruplaşdırma. Görürsünüzmü? Bunların hamısını qruplaşdırıb bir məna altında birləşdirəcək. Assosiasiya yaratmaq, əlaqə yaratmaq bunlar arasında. Məntiqi təfəkkürü inkişaf etdirmək. Yəni, bunlar arasında nə məntiqi əlaqə ola bilər? Düzdürmü? Ona görə məntiqi təfəkkürümüzün inkişaf edir. Müstəqil şəkildə anlayış çıxartmaq və nəticə çıxartmaq. Müstəqil şəkildə bunlar arasında bir anlayış çıxardırıq və nəticəyə gəlirik ki, bunlar hamısı uyğundur bir fikrə. Deməli, bu nə oldu? Anlayışın çıxarılması. Bu üsul müxtəlif şəkildə həyata keçirilə bilər. Müəllim bir söz yazıb, onları ümumi cəhətini soruşur. Şagird bu əlamətlər və ya xüsusiyyətlər arasında ortaq nöqtə tapıb bir sözdə ifadə edir. Məsələn, belə oyunlar da var bəzən. Bir neçə söz deyilir, sonda sən bir sözlə o anlayışı tamamlamalısan. Və yaxud da deyir, məntiqi əlaqəni qurun bunlar arasında.
Görürsünüzmü? İbtidai siniflərdə çox vaxt belə testlər olur. Bunlar hamısı hansı üsulda aparılır? Anlayışın çıxarılması. Sonra klaster şaxələndirmə. Klasterdə testlərimizdə görmüşük, düzdürmü müəllimlər? Yəni bir fikirdir, sonra o fikrə aid məsələn sözdür, o sözə aid 2 fikir. Və yaxud da o 2 fikrə aid yenə başqa bir 2 fikir, 3 fikir. Belə şaxələndirə bilərik. Bax, şagirdlər bir mövzu, hadisə, xüsusiyyət haqqında artıq mövcud olan biliklərini aktivləşdirmək üçün istifadə olunur. Yəni bir fikir deyilir, sən beynində ona aid olan fikirləri uyğunlaşdırırsan. Mənası şaxələndirmə deməkdir. Təlim iş üsulu olmaqla bərabər müəllim mövzu ilə bağlı diaqnostik qiymətləndirmə aparmağa da imkan yaradır. Tutaq ki, diaqnostik qiymətləndirmə necə aparılır? Hər hansısa bir mövzu verilir, mövzu ilə bağlı şagirdlərin fikirləri öyrənilir, düzdür? Yəni bunlar bu mövzu haqqında nə bilirlər? Klasterdə elədir də, mövzu qoyuram, mövzu haqqında nə bilirlərsə ona aid fikirlərini deyəcəklər. Hər hansı mövzu ilə bağlı anlayış, hadisə və ya xüsusiyyət klasterin mərkəzində yazılır, burada. Sonra şagirdlər həmin mövzu ilə bağlı açar sözlər soruşulur və boş kanallara qeyd olunur. Məsələn, mövzu ədalətli hökmdar, əmək, sonra ana, vətən, müharibə. Məsələn, bax, mövzu, həmin mövzuya aid ana məhəbbət, ananın fədakarlığı, ana borcu, vətən, vətəni qorumaq, vətənin qəhrəmanları, vətən borcu, fədakarlıq, şücaət və s. Bu cürə daha da şaxələndirilə bilər. Şagirdlərdə formalaşdırılan bacarıqlar. Verilmiş əsas anlayışa aid bacarıqları, bacardıqları qədər söz assosiasiyası, anlayış, hadisələr, xüsusiyyətlər və s. yaratmaq. Baxın, burada elə biraz fərqli verilib. Məsələn, mən sizə deyirəm, bir isim yazıram. Siz deyirsiniz ki, ismin 5 halı var, onu buraya yazıram. Sonra deyirsiniz, həmin 5 halı biri sayır. Y adlıq, yəlik, yünlük, təsirlik, yiyirlik, çıxışlıq. Onu sayır. Sonra onun növlərini deyir. Məsələn, sonra ismin şəkilçilərini deyə bilər. Sonra ismin hansı suallara cavab verdiklərini deyə bilər. Bax, belə şaxələndirdik. Aydındır müəllimlər? Ona aid olan. Məsələn, tutaq ki, nitq hissəsi yazıram. Bir tərəfdə isim yazıram, bir tərəfdə feil. Sonra onları bir-bir açıramsa, bu nə oldu? Şaxələndiririk də. Hər birinə aid xüsusiyyətlər, hər birinə aid bildiyimiz məlumatlar. Şagirddə hansı bacarıqlar formalaşır? Deməli, verilmiş əsas anlayışa aid bacarıqlar, bacardıqları qədər söz assosiasiyası yaratmaq, anlayış, ideyalar arasında əlaqəni müəyyənləşdirmək, köhnə biliklərindən yerində düzgün istifadə etmək. Baxın, köhnə biliklərimizdən istifadə etdik. Çünki isim, məsələn, nitq hissəsi yazdıq, onları adlarını yazdıq və nitq hissəsindən hamısına aid olan xüsusiyyətlər yazdıq. Bu bizim indi öyrənmirik ki, biz bunu bilirdik, indi burada tətbiq edirik. Bildiklərini sistemləşdirmək, məsələn, isimdirsə ismə aid xüsusiyyəti onun yəni o şaxənin altında yazmaq, ora uyğunlaşdırmaq, sistemləşdirmək budur. Fikirləri lakonik ifadə etmək, hər hansısa bir, məsələn, ismə aid bir qısa şəkildə fikir ifadə etmək, ümumiləşdirmə aparmaq. Bunlar hamısı klasterin yaratdığı bacarıqlardır. Deməli, Aygül müəllimə, klaster yaratdığı bacarıqlar hansılardır, formalaşdırdığı bacarıqlar? Klaster məsəl üçün hansısa bir söz götürülür, onun haqqında məlumatda, elə bir ətraflı məlumat. Belə demək olar. Ətraflı deyəndə lakonik də, lakonik, ətraflı yox. Lakonik qısa şəkildə sadəcə olaraq şaxələndirərək deyirik. Bəli. Aygün müəllimə, burada yaradıcı təfəkkür inkişaf edir. Yaradıcı təfəkkür. Yox, çünki biz... Niyə müəllimə, niyə? Fikirlərimizi deyirik, müəllimə, hansı yaradıcı? Yeni fikir demirik ki, ona aid olan xüsusiyyətlər deyirik. Yaradıcı təfəkkür yoxdur. Yeni fikir demirik də, nə var onu deyirik də. Məsəl üçün, karpuzdan danışırıqsa, deyirik ki, içi qırmızıdır, içində tum var. Bəli. Burada yaradıcı bir söz yoxdur axı. Bəli. Burada köhnə biliklərdən istifadə edirik, müəllimə. Bəli, köhnə biliklərdən istifadə edirik. Bilikləri sistemləşdiririk. Fikri lakonik. Baxın, fikrin lakonik ifadəsi harda dedik? Şeydə, o biri sinkven. Bəli, sinkveyndə də fikrin lakonik ifadəsi dedik. Fikrin lakonik ifadəsini klasterdə də dedik. Düzdürmü? Hə, bəli. Ay, sağ ol. Sonra keçdik müəllimlər. Bir bölünü karusel dediyim, karusel. Deməli, karusel necə olur müəllimlər? Bir vərəqə hər hansısa bir tapşırıq verilir.
qruplara ayrılır. Məsələn 3-4 qrupa ayrılır. Tapşırıq yəni biraz belə kiçik tapşırıq verilmir də, ətraflı tapşırıq verilir. Birinci qrup bir tapşırığa, həmin tapşırığa aid bildiyi məlumatları işləyir, ona aid olan fikirlərini, tapşırığın həllinə aid olan nələrsə işləyir. Ötürür digər qrupa. Həmin qrup həmin tapşırıqları ondan əvvəl yazılanda qrupda onu müəyyənləşdirir, bir qiymətləndirir. Sonra düzəlişlər, səhv yazıblarsa düzəlişlər edə bilər, əlavələr edir və sonra digər qrupa ötürür. Elə bil ki, burada biraz yaza bilmirəm müəllimlər. Yəni 4 qrup olur. Biri tapşırıqları, birinci tapşırığı həll eləyir. Hər hansısa bir bildiyi məlumatları yazır. Tapşırığa aid nə verilibsə onu həll edir. Ötürür digər qrupa. Digər qrup çatışmayan xüsusiyyətləri ora əlavə eləyir, düzəlişlər edir və digər qrup ötürür. 3-4 qrupdursa fərqi yoxdur. Hamısının arasında bu fırlanır. Bu vərəq fırlandığına görə bunun adı olur karusel. Çünki o vərəq ortada hər birindən fırlanır və hər biri ora əlavələr edir, düzəlişlər edir. Baxın, birgə öyrənməni və yaxud da yoldaş qiymətləndirməsini təmin edən iş üsullarından biridir. Niyə yoldaş qiymətləndirməsi? Çünki məndən əvvəl olan qrupu yazdığı məlumatları yoxlayıram. Bu özü bir qiymətləndirmədir, düzdürmü? Və ora əlavələr edirəm. Yəni onları qiymətləndirdim. Burada nə var? Yoldaş qiymətləndirməsini təmin edən iş üsuludur. Sinifdəki bütün şagirdləri aktiv saxlamağa, dərsə cəlb etməyə kömək edir. Hər bir qrupda o mövzuya, o tapşırığa aid öz fikrini bildirəcək və o tapşırığı hər hansısa bir düzəliş və əlavələr edəcək. Necə tətbiq olunur dedim. Şagirdlər qruplara bölünür, sonra tapşırıq verilir. Tapşırıqlar hər qrup tərəfindən yerinə yetirildikdən sonra iş vərəqi digər qrupa ötürülür. Qrup üzvləri onlara ötürülən iş vərəqində onlardan əvvəl yazılmış cavablara baxır. Ehtiyac varsa düzəliş əlavələr edir. Beləliklə də bütün iş vərəqləri karusel kimi dövr edir. Elə bir qrup, məsələn, təsəvvür edin, bunlar 4 qrupdur. 1 qrup, 2-ci qrup, 3-cü qrup, 4-cü qrup. Mən bu tapşırığı bunlara verdim. İşlədilər, ötürdülər bura. Bunlar işlədi, düzəlişlər etdi, əlavələr etdi digər qrupa. Bunlar da baxdı, düzəliş etdi, əlavələr etdi, ötürdü bura və sonda gəldi, çıxdı müəllimə. Həmin tapşırığı müxtəlif qruplar bütün, yəni orada təkrarlanmamalıdır da. Cavablar təkrarlanmamalıdır. Həmin cavabları düzəliş edib əlavələr olunmalıdır. Bu cür karusel kimi fırlanır. Ona görə bu iş üsulunun adı oldu karusel. Şagirddə hansı bacarıq formalaşdırılır? Dedik ki, yoldaş qiymətləndirilməsi var burada. Məntiqi tənqidi təfəkkürün inkişafı, çünki uyğunluq var, yoxdur. Yazılışda tənqidi təfəkkür onu yoxlayacaq, təhlil edəcək, dəyərləndirəcək. Müstəqil düşünmənin inkişafı, ünsiyyət bacarığı, qrup işidirsə ünsiyyət, hətta əməkdaşlıq da deyərdim burada. Qarşılıqlı əlaqə və ümumiləşdirmə bacarıqları formalaşır. Bu da nə oldu müəllimlər? Karusel. Müzakirə xəritəsini sonra keçəcəm. Debatla onların digər xüsusiyyətlərini bilmək üçün. BİBÖ. Bilirəm, istəyirəm, biləm, öyrəndim. Necə aparılır BİBÖ? BİBÖ cədvəli şagirdlərə mövcud bilikləri ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. Bilirəm, mövcud biliyimdir. İstəyirəm, biləm, yeni biliklər və öyrəndim. Yəni, yeni nə öyrəndim? Həm iş üzvü, həm də müəllimlər üçün diaqnostik qiymətləndirmə vasitəsidir. Niyə diaqnostik qiymətləndirmə vasitəsidir müəllimlər? Çünki bilirəm var. Şagirdlərin nə bildiyini, nə biləcəklərini bu vasitəsilə öyrənə bilər. Diaqnostik qiymətləndirməni başqa hansında apardıq? Başqa hansında apardıq? Deyin görüm. İndicə dedim. Hə, müəllimlər? Karuseldə. Hansında? Karusel. Diaqnostik qiymətləndirmə. Hansında? Deyəsən klasterdə olmalı. Bəli, klasterdə. Çünki orada da hər hansısa bir biliklər var idi. Düzdürmü? Köhnə biliklər. Köhnə biliklər diaqnostik qiymətləndirmədə. Çünki köhnə biliklər şagird nə qədər bilir onun haqqında, bu yəni diaqnostik qiymətləndirməyə aiddir. Müəllim diaqnostik qiymətləndirməni nə üçün keçirirdi? Görüm şagirdlər nə qədər bilir? Harda var diaqnostik qiymətləndirmə? Klasterdə var. Harda var diaqnostik qiymətləndirmə? BİBÖ-də var. Harda var diaqnostik qiymətləndirmə? Klasterdə var. Harda var diaqnostik qiymətləndirmə? Klasterdə var. Harda var diaqnostik qiymətləndirmə? BİBÖ-də var. Harda var diaqnostik qiymətləndirmə? Klasterdə var.
BİBÖ ilkin və qazanılmış bilikləri ölçür. İlkin biliklər, qazanılmış biliklər. İlkin biliklər, yəni bilirəm, nəyi bilirdilər. Qazanılmış biliklər, indi nə öyrəndilər. Müəllimə şagirdin bilik səviyyəsi haqqında bir fikir verir. Şagird nələri bilirdi, onu axı ora yazır, ona görə. Şagirdlər öyrəndikləri haqqında refleksiya etmək imkanı verir. Yəni, nə öyrəndim, nə dərəcədə öyrəndim, refleksiya nə idi? Refleksiya geri dönüb baxırdıq ki, nə dərəcədə mən qavradım bunu, nə öyrəndim? Bunlara geri dönüb baxmaq nə adlanırdı? Refleksiya. Necə tətbiq olunur? Gəlin baxaq. Dərsin və yaxud da mövzunun əvvəlində şagirdlərə təqdim olunur bir cədvəl formasında. Elan olunmuş hər hansı mövzu ilə bağlı nə bildikləri soruşulur. Baxın, bilirəm hissəsinə yazılacaq. Sonra cədvəlin birinci sütununa yazırlar nə bildikləri. Mövzuyu keçərkən daha nəyi bilmək istəyirdiniz? İstəyirəm, biləm. Sual işarəsi ilə şagirdlərə müraciət olunur və ikinci sütunda qeyd olunur. Dərsin deyir, bu 1:45 dəqiqə olmaya da bilər, yəni növbəti dərsə də keçə bilər. Sonunda əldə olunan biliklər üçüncü sütunda qeyd edilir, öyrəndim. Yəni sonda nə öyrəndim? Və şagirdin əldə etdiyi məlumatlar öyrənmək istədikləri ilə üst-üstə düşürmü? Baxın, öyrəndim, istəyirəm, biləm. Axı istəyirəm, biləm yazır. Sonra da sonda da ümumi öyrəndiklərini yazır. Yəni o bilmək istədiyini sonda öyrənə bildi mi? Ona görə bunlar üst-üstə düşürmü? Bu da burada yoxlanılır. Hansı bacarıqlar formalaşacaq? Əvvəlki bilik. Əvvəlki bilik, köhnə bilik karuseldə də var. Köhnə bilik BİBÖ-də də var. Karusel deyirəm, mən özür istəyirəm, klasterdə. Əvvəlki bilik və təcrübə ilə yeni biliklər arasında əlaqə yaratmaq, şagirdlərin düşünməsini optimallaşdırmaq, mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirmək və sualları formalaşdırmaq. Suallar formalaşır, istəyirəm, biləm, düzdürmü? Sual formalaşır. Şagirdlərin köhnə və yeni biliklərinin xüsusiyyətlərini bilmək. Köhnə yeni bilik harda oldu müəllimlər? BİBÖ-də. Diaqnostik qiymətləndirmə üsulu kimi götürə bilərik. Nəyi? BİBÖ-nü. Şagirdlər burada hansı bacarıqlar formalaşır? Düşünmə optimallaşır. Mövzu barədə əvvəlki bilikləri ilə yeni biliklər arasında bir əlaqə formalaşır. Əvvəlki təcrübələri nəzərdən keçirmək və suallar formalaşdırmaq. Deməli, sual formalaşdırmaq harda var? BİBÖ-də. Sonra sual formalaşdırmaq harda var idi? Sokrat dialoqunda, düzdürmü? Bəli, suallardan yeni suallar əmələ gəlir. Bəli. Sual texnikası idi o, düzdürmü? Sual-cavab texnikası idi Sokrat dialoqu. Bəli, burada da suallar formalaşdırma var. Bu da oldu BİBÖ. Akvariumda qalır. Onları keçməyəcəm sizə. 3-2-1-i də keçərəm. Digərləri biraz ağırdı. Onlar qalsın axıra. Onları bir-birindən əlaqələndirəcəm. 3-2-1-i də istəyirsiniz keçək. Bu da elə BİBÖ-yə oxşuyur. Yox, bu qalsın. Elə bu qədər müəllimlər. Bunlar qalsın. Digərlərini, çünki bunları sonda hamısını yenə bir-birinə çox olanda biraz əlaqə yaratmaq da çətin olur. Bunları qəşəng öyrənək. Çünki bunlardan sual düşür. Keçək müəllimlər. Keçək bir testlərə baxaq. Nurayna müəllimə. Buyurun müəllim. Mənə icazə verərdiniz, üzrlü sayardınız, mən çıxardım dərsdən. Niyə müəllimə? Nəsə bir problem var yoxsa? Gələnim var. Gələnim var. Yaxşı, xoş gəlin. Çıxın. Baxaram dərsin təkrarına. Yaxşı. Çıxın. Oldu mənim, sağ olun. Sağ olun. Deməli, müəllimlər, mən hara gələsiydim? Bu iş üsulları biraz yorucudur, amma yəni əzbərçidir də, biraz yəni əzbərləməlisiniz bunları və dediyim məlumatları mütləq şəkildə qeyd edin müəllimlər. Yaxşımı? Əlaqələndirmək üçün. Niyə səsiniz çıxmır müəllimlər? Hamı buradadır, yoxsa səsi bağlayıb qayd edirəm deyə çıxıb gedib? Buradayıq müəllim. Buradayım.
Hə, indi bu testlərdən qoyun baxım, hansılar biraz 1-2 testə baxaq. Onsuz da işləyəcəksiniz. Səhifəni deyə bilərsiniz müəllimlər. Səhifəni deyin müəllimlər. Səhifə. Mən bir dənə baxım bunlara görüm hansını 18 olmalıdır. Bir dəqiqə. Görüm bunlarda hansı var. 118-dir, hə. Aha. Bir dəqiqə. Bir dəqiqə müəllimlər. Bir dəqiqə açıram. Hə. 118. Baxaq görək hansının cavabları bizim keçdiklərimizə uyğundursa. 118, 108. Görək bir işləyə bilirikmi? Çox getdi müəllimlər. Hə. Hə. Bibü, bax birinci. Cəmali müəllimə oxuyun birincini. Klasteri tamamlayın. BIBO üsulundan istifadə etməyin şagirdə verdiyi faydalara aiddir. Bəli. Müstəqil düşüncə bacarığını formalaşdırır, şagirdlərin mövzu ilə bağlı maraqlarını üzə çıxarır, əvvəlki biliklə yeni bilik arasında əlaqə elə budur da, əvvəlki biliklə yeni bilik arasında əlaqə qura bilir. Bəli, görürsünüzmü? Sonra bunları da oxuyun müəllimlər. Müstəqil düşüncə bacarığı formalaşdırır. Çünki istəyirəm biləm. Şagirdlər mövzu ilə bağlı maraqları üzə çıxır. Mən istəyirəm biləm, öyrəndim, öz fikirlərini izah elə bilirlər orada, yaza bilirlər müstəqil şəkildə. Ona görə müstəqil düşüncə bacarıqları formalaşdırır. Əvvəlki biliklərlə yeni biliklər arasında əlaqə hardadır? BIBÖ-də var. Bu şeydə də var idi, hə? Frayerdə. Əvvəlki biliklə, köhnə biliklə yeni bilik. Bəli, var, orada da var. Çünki köhnə biliklərindən istifadə edib doldurur da o vərəqi. Bəli, klasterdə də var. Anlayışın çıxarılmasında da elə bir bilikləri ümumiləşdirmək var. Sinektika. Oldu mənim. 2-yə baxın, sinektikaya. Kim baxsın? Nigar müəllimə 2-ni oxuyun. Bir dəqiqə müəllim oxuyuram. Oğulun səsini azaltmaq olmasın. Klasteri tamamlayın. Müxtəlif cinsli elementlərin birləşdirilməsi deməkdir. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir. Şagirdlərə tənqidi və yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Şagirdlərin anlama bazarına. Şagirdlərə qeyd götürmək qabiliyyətini şəxsi oxşar fərqli cəhətləri müəyyənləşdirmək üçün əşya və hadisələri əşya hadisə anlayışları müqayisə etmək və onların oxşar fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunur. Sinektika necə idi müəllimə? Mən şagirdlərə tənqidi və yaradıcı təfəkkürün. Sinektika necə idi? Yadınıza salın, sinektika necə aparırdıq? Səhv eləmirəmsə şey idi. Bir qrup fikir problem ortaya qoyur, elə bir şey idi mənim. O birisi də digər qrupda ona həll yolları. Bəli, yeni həll yolları, yaradıcı tənqidi təfəkkür var? Bəli, var. Yaradıcı var və tənqidi var. Məncə də ad. Bəli, ad. Sonra 3-ə baxaq. 3-ə baxsın Aygül müəllimə. BIBÖ üsulundan istifadə etməyin şagirdə verdiyi faydalara aid deyil. Bəli. Müstəqil düşüncə bacarığını formalaşdırmaq. BIBÖ bu olar. Bəli. Problem həll etmə bacarığı formalaşdırmaq bu da var. Əvvəlki bilik, yeni bilik arasında əlaqə qurmaq bu da var idi dedik. Şagirdin mövzu ilə bağlı marağını üzə çıxardır. O birini də oxuyun. Şagirdə öyrəndiyi məsələlərlə bağlı refleksiya etmək imkanı verir. Burada D-dır cavab. Müəllimə, gəlin BIBÖ-nü yadımıza salaq. BIBÖ köhnə biliklərlə, məsəl üçün orada refleksiya varsa, məsəl üçün bu köhnə biliklə, o birilərlə əlaqə varsa, refleksiya da olmalıdır. Bu Y variantı da ola bilər. Yox, BIBÖ-nü yadımıza salırıq. Bilirəm, istəyirəm, biləm, öyrəndim. Düzdürmü?
Köhnə bilik, yeni bilik, istəyirəm biləm, öyrəndim. Arasında əlaqə var. Müstəqil düşüncə bacarığı var, bəli. Əvvəlki bilik ilə yeni bilik arasında əlaqə var, bəli. Şagirdin mövzu ilə bağlı maraqları istəyirəm biləm. Axı maraqlanır, istəyir bilə, maraqlıdır, var. Şagirddə öyrəndiyi məsələlərlə bağlı refleks etmək imkanı. Yəni bilirəm, istəyirəm biləm, öyrəndim. Sonda nə öyrəndi? Çönüb baxır özünə. Öyrəndim. Nəyi öyrəndim? Bu Mən refleksiya bunları- olur mu? Bəli, refleksiyadır da. Öyrəndisə, artıq bu refleksiyadır. Çönür baxır ki, mən bunları bilmirdim və öyrəndim. Refleksiya nədir? Çönüb geriyə baxmaq. Bu da var. Amma problem həll etmə yoxdur axı. Hansı problemli situasiya var ki orada? Mövzunu öyrətmişəm, mövzu haqqında bildiklərini, bilmədiklərini, nə istədiklərini deyir. Burada problemli situasiya yoxdur axı. Hansı problem həll edirlər ki burada? Düzdürmü? Bəli, ona görə problem həll etmə bacarığı formalaşdırır? Xeyr. Problem həll etmə bacarığı hansı formalaşdırır? Sinkvein formalaşdırır? Bəli. Qərarlar haqqında. Çünki bir qrup problem verirdi, digər qrup onun həlli ilə məşğul idi. Sinkvein problem formalaşdırır? Bəli, formalaşdırır. Bunları dəqiq əzbərləmək lazımdır. Əzbərləyin. Ancaq Yox, modelin özünü yadında saxla. Ya modelin özünü yadında saxlayandan sonra görürsən ki, modeldə problem həll etmə yoxdur. Mən niyə bunu götürüm ki? Nə var onu? Bir də o aşağıdakılara da çoxlu baxanda, məsələn, əgər özümüz anlayışı çıxarda bilmiriksə, o aşağıda verilənlərdən də əzbərləyib cavabları tapa bilərik. Sonra yəni hansı inkişaf elətdirir onu? bəli, onları mütləq əzbərləyin. Əgər özünüz anlayış çıxarda bilmirsinizsə, onları əzbərləyin. Qərarlar ağacı. Oxuyun Ruqiyyə müəllimə. Qərarlar ağacı iş üsuluna aiddir. Təklif olunan hər yolunun müsbət tərəflərinin mənfi tərəflərindən çox olmasını tələb edir. Necə keçirilirdi qərarlar ağacı? Bir onu yadımıza salaq. Yox, gəl kitaba baxım, müəllimə biri yadında qalmır. Eyb yox, eyb yox. Dinara müəllimə, Dilarə müəllimə. Oxuyun Dilarə müəllimə. Sualı təkrar oxuyun. Bəli, qərarlar ağacının iş üsuludur. Yox, elə A variantını təkrar oxuyun. Təklif olunan həll yolunun müsbət tərəflərinin mənfi tərəflərindən çox olmasını tələb edir. Burada bir mövzu problem qoyulurdu. Onun 3 həll yolu olurdu. Onlardan ən Üç həll yolu səmərəlisi olmurdu. seçilirdi. Bütün həll yolları beyin həmləsi ilə birinci problem qoyulur. Sonra beyin həmləsi ilə həll yolları axtarılır. Daha sonra 3-cü bənddə 3 həll yolu tapılır. Aha. Və Necə o- qalmışdı ya? Və orada müsbət Orada mənfi mənfi tərəfləri. müsbət. Bəli. Daha çox olanlar seçilir. Elə variantda A variantı. Bəli, mənfi müsbət tərəfləri qeyd olunurdu və hansının müsbətləri çox, mənfiləri azdısa, o götürülürdü. Görürsünüz müəllimlər, asandır. Bax simulyasiyadır, bu da çox asandır. Simulyasiya, rollu oyun. Bunları bir-birindən elə xırda məqamlar var ki, deyəcəm elə qəşəng seçəcəksiniz ki. Sonra 1 6. 6-nı oxusun. Kim oxumayıb? Cəmal müəllimə, siz oxumamısınız, hə? Birinci oxumuşdum, elə mənim sıramdı yəqin ki. Hə, oxuyun bir 10-a qədər oxuyaq. Aha. BİBÖ iş üsuluna aiddir. Mövcud biliklərlə yeni biliklər arasında əlaqə yaratmaq imkanı. Bu aiddir. Elə budur. Bəli, elə Digərlərini budur. oxuyun. Yox, oxumayın. Qarışdıracaq çünki çoxdur axı. Sonra axırda yaxşı. hamısını oxuyacağıq. Uyğunlaşdırmağa çalışacağıq ki, hansılar da var, hansılar ola bilərdi burada. Bəli. İş üsullarından biridir. Bir dəqiqə. Debatı keçməmişik. Klaster iş üsulu 10. Onu oxusun növbəti. Aygül müəllimə, Nigar müəllimə, siz oxuyun onu. Oxuyuram müəllimə. Aha. Klaster iş üsuluna aiddir. Böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsənilməsi baxımından məqsədə uyğundur. Böyük mətn ziqzaq idi. Bəli, böyük mətn qısa müddətə ziqzaq forma. Ziqzaq yox. Qruplar şəklində problem həll etmə bacarığını inkişaf etdirir. Bu çoxsunda var idi. Bu qalsın. Şagirdlərə problemli situasiyalar verilərək bu vəziyyətdən çıxması üçün düşünmələri tələb olunur. Mövzu haqqında mövcud olan bilikləri aktivləşdirmək üçün şagirdlərə qısa şəkildə mövzunu istəyəsiniz.
Klaster nə idi? Yoxsa bir dənə yadıma salım. Klaster nə idi? Yadınıza salın. Salamırsınız Cəmalə müəllimə desin. Cəmalə müəllimə klasteri yadına salın Nigar müəllim. Yadıma düşdü. Hə. O bilikləri şeydir, aktivləşdirirdim. Bəli. Məsələn, mövzu verir, elə o idi müəllimə. Yox. Cəmalə müəllimə deyin. Hə. Hər hansı bir mövzunu verirdi. Sonra açar sözlər soruşulur da. Məsələn, bayaq dediyi Aygün müəllimə ki, məsələn, qarpızdır, üzü yaşlı rəngli, içi qırmızı, şirindir. Onu bu cür. açır da bir növ. Bəli. Hə. Aha. İndi tapın görün cavabı. Bunda şeydir, bilikləri aktivləşdirmək üçün istifadə olunur. Bəli, bilikləri Mövcud aktivləşdirmək üçün bilikləri. istifadə olunur. Problemli situasiya deyil, problem həll etmək yoxdur. Şagirdlərdə qısa şəkildə mövzunun əsas ideyasını ifadə etmək bacarığını formalaşdırır. Xeyr, qısa şəkildə əsas ifadə etmək bacarığı hansıdır? Bax bu şagirdlərdə qısa şəkildə mövzunun əsas ideyasını ifadə etmək bacarığı hansındaydı? Kim deyər? Sinkvendə Bəli, Sinkvein, beşlik, aferin Aygün müəllimə, əla. Əla. Sonra ziqzaqı keçmişəm sizlə. Keçmişik mən. müəllim. Ziqzaq nə idi? Necə aparılırdı? Mən bir mövzunu daha yaxşı, daha doğrusu daha asan mənimsəmək üçün 4 qrupa bölünürdü. Şagirdlər birinci, ikinci, üçüncü, dördüncü qrup. Sonra onlara həmin o veriləcək mövzu da bölünərək onlara paylanılırdı. Hərəsi öz qrupunda o mövzunun həmin hissəsini müzakirə edirdilər. Sonra onlar ana qrupa qaydırdılar və orada da fikir mübadiləsi aparırdılar da belə deyim. Əla. Bildiklər. Dilarə müəllimə 12-ni oxuyun. Klasteri tamamlayın. İş üsullarından biridir. Böyük mətnin qısa zaman ərzində mənimsənilməsini təmin edir. Hansıdır bu sizcə? Siz keçən dərs olmuşdunuz? Yox, olmamışdınız. Olmamışdı. Aygül müəllimə bunu siz oxuyun. Ha, bu zigzagdır da müəllim. Bəli, ziqzaqdır. İndi ziqzaqa uyğun xüsusiyyəti tapacağıq. Var. Bu usulda şagirdlər mövqələrini arqumentlərinə əsaslandırırlar. Sonra oxuyun müəllim, əvvəl baxım görüm hansı uyğun gəlirsə. Xəyali situasiya yaradılaraq mövzunun daha da dərindən öyrənilməsini təmin edir. Bu deyil. Şagirdlərdə dinləyib anlama, oxuyub anlama kimi bacarıqları inkişaf etdirir. Bu ola bilər. Şagirdlər prosesdə bir-birindən cavab və tərziyələrini dinləyirlər. Burada fərziyə yoxdur. Çünki burada olan mətni danışacağıq. Burada fərziyə yoxdur. Düzdürmü? Bəli. Müəllimin diaqnostik qiymətləndirmə keçirməsi üçün əlverişli usuldur. Bu da deyil. Çünki biz burada mətn öyrədirik. Yeni öyrədirik. Burada nə diaqnostik qiymətləndirmə? Diaqnostik qiymətləndirməni hansı üsullarla keçirdə bilərik? Klasterlə BIBOD-diz. Bəli, hələlik keçdiklərimizdən klasterlə BIBO deyirik. Düzdür? Əla. Bəli. Bəli, cavab elə dinləyib anlama, oxuyub anlama kimi bacarıqları inkişaf etdirir bu olacaq. Çünki orada qruplara bölünürdü. Birinci əsas qruplar, ana doğma qruplar deyilirdi buna. Daha sonra doğma qruplar bölünür. Hərəsi mətnin bir hissəsini oxuyurdu. Sonra gəlib öz qruplarına onu başa salırdılar. Dinlədi, anladı, sonra hələ izah etmə də var orada. Onu hələ digərindən də öyrətdi. Əla, super. 14-ü oxusun Ruqiyyə müəllimə. Bu üsul nisbətən iri həcmli, mətn üzərində iş zamanı aparılır. Vaxtında səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir. İş tədqiq olunacaq, mətn hissələrə bölünüb, nömrələməklə başlanır. Verilmiş xüsusiyyət hansı iş üsuluna aiddir? Ziqzaq. Bəli, ziqzaq. Əla. Müəllimlər, kifayətdir məncə bu qədər. Məncə kifayətdir. Gördünüzmü suallar necə asandır? Sadəcə olaraq. Açın səsi deyin görüm. Asandır yoxsa yox? Asan. Yox, mən öyrənəndə, ətraflı öyrənəndə asan olur. Bəli. Əsas odur ki, iş üsulunu biləsiniz, ya qarışdırmayasınız.
Eynən mən də elə fikirləşirəm ki, Hı. əgər bilsək o iş üsulunun, yəni tərkibi nədən ibarətdir, onda asan olur. Bəli, onsuz da mən hər birini izah eləyirəm ki, yaratmaq niyə yaratmaqdır, təhlil niyə təhlildir, hər birini açıqlayıram. Yəni sadəcə olaraq demirəm ki, bu budur, bu budur, buna aiddir. İzah edirəm ki, niyə aiddir. Onu özünüz heç onları oxumasaz, yadınıza düşməz. Çünki o qədər variantı əzbərləmək çətindir. Ona görə mənasını anlayanda asan da olur. Özümüz fikirləşirik. Bir böldə hansı problem həll etdik ki? Ona görə cavabları oxuyanda biraz fikirləşək. Əsas məsələ iş üsulunu yadınızda saxlayın. Ümumi iş üsulunun praktikasını, hansı xüsusiyyətləri, nələri inkişaf elətdirmək istəyir, onu yadınızda saxlayın. Vəssalam. Ondan sonra variantdan çıxmaq çox asandır.